Artıq zoğal sezonu gəldi və zoğalın fərqli-fərqli mürəbbələrini, cemlərini, turşularını, kompotlarını hazırlamağa başlayırıq. Çünki zoğal tez bir zamanda yoxa çıxan bir meyvədir. Ona görə də meyvə bazara çıxan kimi alıb hazırlamaq lazımdır. Bu dəfə birlikdə zoğal turşusu hazırlayırıq. Bunun üçün zoğallarımızı qəşəng-qəşəng yuduq, daha sonra isə bankalarımıza doldururuq. Bu videodan sonra sizler için zoğalın mürəbbəsini də, kompotunu da, əzməsini də, nəyini tapsam hər şeyini hazırlayıb paylaşmağa çalışacağım. Əgər istəsəniz kanalıma abunə olarsınız və bildirişləri açarsınız ki, sizə də bildirişlər vaxtında gəlsin və siz də hazırlaya biləsiniz. Bankalarımızı qəşəng-qəşəng meyvələrimizi doldururuq. Daha sonra isə üzərlərinə 1 yemək qaşığı duz, 1 yemək qaşığı şəkər tozu, 1 armud stəkan sirkə və qaynar su əlavə edib yaxşıca qarışdırırıq. Qapağını bağlayıb yaxşıca qarışdırırıq. Yəni o tərəf eləyirik ki, içərisindəki şəkər tozu, duz əritsin və bir ədyalın içərisində 2-3 gün saxlayırıq. Çünki ədyal onu isti saxlayacaq və bu şəkildə qaynatmağa ehtiyac olmur. 2-3 gün keçdikdən sonra isə meyvələrimizi, turşularımızı çıxardırıq və sərin bir yerdə mühafizə edirik. Düzün desəm, mən heç ədyalın içərisində saxlamıram da, mamam o şəkildə eləyir. Yəni o formada saxlamadığım halda belə hazırlamış olduğum turşulara, kompotlara heç bir şey olmur. Pomidor və xiyar şorabası xaricində bir də ki, yadımdan çıxdı söz. Döyməclər xaricində mən demək olar ki, heç bir hazırladığım qışlıq bankaları qaynatmıram, qaynatmağa ehtiyac da duymuram. Rahat bir şəkildə ağızlarını bağlayıb o tərəf bu tərəf edirəm ki, içərisindəkilər ərisin və sərin bir otaqda saxlayıram. Yəni bu şəkildə çox pratik olur, həm də heç bir problem olmur. Siz də bu şəkildə hazırlaya bilərsiniz. Yox, daha içinizin rahat olmağını istəyirsinizsə, bankadan asılı olaraq, meyvədən asılı olaraq 5-15 dəqiqə aralığında qaynada bilərsiniz. Məsələn, zoğal turşusunu qaynatmaq istəsəniz 5 dəqiqə kifayət edər, amma heç bir şəkildə buna ehtiyac yoxdur. Yenə də siz bilən məsləhətdir. Hazırlayan hər kəsə indidən nuş olsun. Ümid edirəm ki, videonu bəyəndiniz və siz də hazırlayacaqsınız. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşmək diləyilə. Hələlik.